əzələ qıc olmaları, titrəmələri və spazmları, xüsusilə ayaqlarda gecə krampları, daimi yorğunluq və zəiflik, qadınlarda predmenstrual sindromun əlamətlərinin güclənməsi, baş ağrısı və miqrenlər, əsəbilik, narahatlıq, yuxusuzluq, ürək döyünmə və təzyiqin artması. Bu əlamətlər sizdə varsa, səbəb maqnezium çatışmazlığı ola bilər. Maqnezium orqanizmdə 300-dən çox biokimyəvi prosesdə iştirak edir. Stressə qarşı dözümlülük, kortizolun səviyyəsini balanslaşdıraraq, qan şəkərinin tənzimlənməsi, insulin funksiyasını dəstəkləyərək, sümüklərin sağlamlığı, kalsium və D vitamini ilə birlikdə sümük möhkəmliyi üçün vacibdir. Enerji istehsalı, ATF sintezi, hüceyrələrin əsas enerji valyutası olan ATF-ın yaranmasında iştirak edir. Əzələrin həm yığılması, həm də boşalması, sinir impulslarının ötürülməsi və ürək ritminin tənzimlənməsi, qan təzyiqinin stabilliyi. Maqnezium normada olarsa, gün ərzində özünüzü daha gümrah və enerjili hiss edəcəksiniz. Baş ağrıları və miqrenlər sizi daha az narahat edəcək. Əsəbilik, yuxusuzluq azalacaq. Əvəzində sakitlik və balans yaranacaq. Əzələ qıc olmaları və spazmlar aradan qalxacaq. Gücünüz artacaq. Əgər bütün bunları istəyirsinizsə, maqneziumu normada saxlamaq vacibdir.